Salam, axşamınız xeyir olsun, necəsiz? Yeni bir mövzu ilə qarşınızdayım. Bugünkü mövzum nədir? Düşünürəm ki, bu uşaq vaxtı hamının başına gəlib. Haradasa 8-9 siniflərdə oxuyanda həmişə tez-tez kitab oxuduğum təqdirdə bu kitablar mənim tam olaraq yadımda qalmırdı. Nə qədər çalışsam kitabın müəyyən bir hissəsi yadımda qalır, digər hissəsi yadımda qalmazdı. Bəs bunun səbəbinin nə olduğunu bilmək üçün müəllimə müraciət edirəm. Müəllimə sual verirəm ki, müəllimə, bəs bir kitab oxudum. Sadəcə nə qədər bu kitab mənim yadımda qalmadı. Bu cavabımdan, bu sualımdan sonra müəllimə mənə bir xurma uzadır. Deyir, xurmanı çeynə. Xurmanı yedikdən sonra sual verir. Böyüdünmü? Bu xurma səni böyütdümü? Təbii ki, cavabında yox olaraq mən bir cavab verdim. Müəllimə də mənə cavabında olaraq belə bir dedi. Bu yediyin xurma səni böyütmədi. Lakin bu sənin bədənində qana, sümüyə, lifə, hüceyrəyə çevrildi. Yəni, sənin bədənini bəslədi. Unutmayaq ki, kitabların hamısı da belədir. Bəzi kitablar bizim danışıq üslubumuzu düzəltməyə xidmət göstərir. Bəzi kitablar bizim düşüncə zənginliyimizi artırmaq üçün. Bəzi insanlar bizim həyata baxış açımızı dəyişmək üçün. Bəzi kitablar isə bizim insanlara olan güvənimizi düzəltmək üçün. Yəni, bütün kitablar bizə sırf tam olaraq yaddaşımızda həkk olub qalmaq üçün deyil. Bəzi kitablar biz özümüzə yön almaq üçün öyrənirik. Yəni, biz məsələn bir yola addımlamaq istəyirik, həmin yol hansı istiqamətdə qurulacaq və bu istiqamətlərdə biz hansı ləvazimatlardan istifadə edəcəyik. Bəzən kitab bunun üçün lazım olur. Bəzən kitab bizə motivasiya üçün lazımdır. Burada nədən söhbət gedir? Məsələn, mən bir işə həvəssizəm. Hər hansı bir işə başlayan insanın həyatı haqqında oxuyuram, məlumatlanıram və bu insanın bu işə başlayanda hansı əziyyətləri çəkdiyini görürəm. Və bu əziyyətləri gördükdən sonra mən düşünürəm ki, aha, bu oldu, bu bunu elədi və bunu əldə etdi. Deməli, mən də bunu eləməliyəm. Bəzi kitablar isə bizə ailəmizlə düzgün şəkildə ünsiyyət qurmaq üçün müəyyən bir yön göstərir. Məsələn, biz baxırıq burada ailə və sağlamlıq psixologiyası haqqında kitablar oxuduqdan sonra anlayırıq ki, ailə ilə necə rəftar eləmək lazımdır, hansı sözlər desə atanın, ananın, qardaşın, bacının xətrinə dəyər və yaxud da biz özümüzdə hansı davranışları düzəltməliyik, hansı hərəkətləri həqiqətən də əməl etməliyik ki, bu əməllərimiz, bu hərəkətlərimiz ailə arasında pozğunluğa gətirib çıxartmasın. İlk öncədən dediyim kimi, kitab bəzənsə bizim insanlarla düzgün şəkildə danışığımızı düzəltmək üçün yardımcı olur. Baxın, biz insanlarla danışdığımız zaman nə qədər a və yaxud da vulqar tipli sözlərdən istifadə etdikcə İnsan olaraq bizim səviyyəmiz, üslubumuz aşağı düşür. Çünki insanların və yaxud da düşüncəsi sənin ağzından çıxan sözə görə olur. Necə deyiblər? Sən danış ki, kim olduğunu bilim. Gözəl danışdığın təqdirdə, gözəl şəkildə cümlələri, sözləri istifadə etdiyin təqdirdə insanlar sənin daha düşüncəli, ali savadlı, daha zəhəmli biri olduğunu anlayacaqlar və sənə ona uyğun şəkildə rəftar eləməyə başlayacaqlar. Daha başqa növünə baxaq, kitab bizə nədə yardımcı ola bilər? Baxın, kitab bəzən bizim sevgi həyatımıza belə yansılayır. Gəlin bir başqa nümunəyə baxaq. Kitab bizim sevgi həyatımıza da çox yansıyır. Yəni, bu bizim mərhəmət duyğumuza, bu bizim qisas almaq duyğumuza, bu bizim insanlara qarşı rəftar duyğumuza da çox böyük təsir göstərir. Baxın, məsələn, mən sevgi nağılları oxuduqda sonuna baxırıq, sonu xoşbəxtliklə bitir. Və yaxud da macəra nağıllarına baxırıq, necə oldu? Cırtdan 40-cı qapını açdıqdan sonra gözəl şəhzadəyi götürür, divi öldürür və bununla belə öz ölkəsini, öz şəhərini divin əsalətindən xilas edir və sonunda özünə çox gözəl bir yoldaş tapır. İnsanlar buna baxdıqca görür ki, cırtdan bu xanımı tapmaq üçün 40 dənə qapı keçir və bu 40 qapı nəticəsində o bu xoşbəxtliyə nail olub. Ola bilərdi ki, cırtdan bu 40 qapını keçməyə bilərdi və bu qadını tapa bilməzdi. Yəni, bu bizə nəyi göstərir? Sən tapdığın ən gözəl qadın üçün belə əziyyət çəkməlisən və onu qazanmağı bacarmalısan. Qazandığın təqdirdə isə itirməmək üçün çalışmalısan ki, o sənin həyatında daima qala bilsin və qadının xoşbəxt olması kişinin həyatı boyu xoşbəxt olması deməkdir. Bir başqa nümunə olaraq isə kitab bizə bəzən öz bədən dilimizi idarə etməyə kömək edir.
Bəs deyirsiniz ki, necə olur kitab bizə bədən dilimizi idarə etməyə kömək eləyir? Məsələn, baxın, gəlin biz sizdən belə düşünək. Bədən dili haqqında artıq yüzlərlə demək olar kitab var. Biz bədən dili haqqında kitabı oxuduqdan sonra qarşımızda bir insanla söhbət etdikdə, onunla bir dialoqa keçdikdə, o insana qarşı necə cümlələr quracağımızı, əl-qol hərəkətlərimizdən, mimika və jestlərdən necə istifadə edəcəyimizi özümüz artıq daha dəqiq şəkildə anlayırıq və danışığımız zamanı həmin hərəkətlərdən doğru şəkildə istifadə etməyə çalışırıq. Və onu da yaddan çıxartmayın. Siz fərqinizdə olmasanız belə, kitab oxumaq bir şey yaramaz. Kitab oxumaq çox şey yarayır. Kitab oxuyan insan daima dünya görüşlü, daima həyata həvəsli, daima pozitiv şəkildə düşünən biri olur. Və bu kitab o qədər çox şey yarayır ki, sırf nəyə yaradığını demək də doğru olmaz. Çünki bayaqdan sadaladığım kimi kitab bizi hər istiqamətdə, hər yöndə düzəltməyə və doğru şəkildə yönləndirməyə kömək edən bilavasitə əşyadır. Mən əslində kitaba bir əşya olaraq baxmıram, o da bir canlıdır. Necə ola bilər ki, o sənə həm yön göstərsin, o səni həm öyrətsin, o sənə həm başa salsın, o səni həm duyğulandırsın, o sənə həm kədər hissi yaşatsın, o səni həm həyəcanlandırsın. Mənim düşüncəmə kitab gözəl bir dostdur, gözəl bir sirdaşdır, gözəl bir yoldaşdır. Kitab oxuyun, kitablardan ayrılmayın və həyatınızın gözəl olmaq diləyi ilə təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.